koridorda gözləyirdim. Və bu yeməyi gördüm. Bir də beynim bu makaronu istədi və gəldim və sıraz hazırladım da. Mən makaronu belə iri doğranmış soğan, üstünə pomidor, bir də keşniş toxumu və şüyüd toxumu və duz. Ət qaynatmışdım qıraqda. Onlardan da içinə attım protein olsun deyə. İndi makaronu bişirirəm. Şu axşam yeməyinin vaxtıdır. Ona görə indi bişirirəm. Bir dənə də bulyon attım. İndi bulyonda bu biraz sulu olacaq. Makaronu da bunun içine tökəcəm. Biraz qaynayacaq, sonra yeyəcəm. İndi göstərəcəm onu. Adı necə ürəyim istədi. Yəni, uzun müddətdə ürəyim bir yemək istəmirdi. Amma sırf bugün, sırf bu yeməyi, yəni ürəyim çox istədi. Bütün yolu gələ deyirəm ki, nə vaxt evə gəlib çatıb bişirəcəm bunu. Koydum. Elə təzə yeməyə başlamışdım ki, ürəyim sumaq istədi ki, sumaq olsaydı, sumaqla yeyərdim. Vallahi birinci dəfədir mən də bunu sumaqla yeyirəm. Normalda başqa yeməkləri yeyirəm. Məsələn, sulu yeməklərə xoşlayıram sumaq səpməyi. Amma əgər bunda da ürəyim istədisə, bir səbəbi var, bilirəm. Ona görə heç yəni demədim ki, buna da sumaq tökərlər. Kim istəyirsə tökməyə bilər. Mənim ürəyim istədiyə tökdüyüm sumaq çox güclü antioksidantdır. Значит, bədənimin detoksa ehtiyacı var. Ona görə tökdüm, yeyirəm.